Və Allah Taala'nın əmrləri və qadağaları yəni intiqam üzərində deyil. Yəni Allah Taala bizə əmr eləməyib ki, bizdən intiqam alır. Çünki bəzi insanlar Allah Taala'nın əmrlərini və qadağalarını onlara xatırlatdığın zaman sanki niyə bunu belə əmr edib? Bu insan üçün ağırdır, bu insan üçün çətindir, bu insan üçün sıxıntılıdır. Və bəziləri deyir, məsələn, bunu bacarmaq olmaz, bunu həmişə eləmək insan bacarmır. Və ya bəziləri deyir, görəsən nə üçün filan şeyi qadağan eləyib, filan şey nöş qadağandır, olsaydı icazəli biz də eləyərdik və s. və axır. Sanki elə başa düşürlər ki, Allah Taala hədləri, hüdudları çəkib ki, sanki insanlar sıxılsınlar, boğulsunlar. Əksinə Allah Taala hədləri qoyub ki, insanlar rahat yaşasınlar. Və nə ki haram edilib, nə ki icazəli verilməyib, o insanların rahatçılığı üçündür. Çünki nə ki icazəli deyil, o insanın həyatını korlayır, zərər verir. İnsandan bərəkət aparır, insandan xeyir aparır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala sizin üçün fərzləri buyurdu, o fərzləri zayi etməyin və sizin üçün haramlar buyurdu, o haramların, yəni həddlərin qoyduğu həddləri aşmayın və bəzi şeylərdən də sakit dayandı. Allah Taala sustu. Ona görə yox ki, unutmuşdu. Lakin ona görə ki, rəhm elədi. Yəni Allah Taala yəni əslində qullarına rəhm eləyib, əmr eləməklə və həmçinin qadağa eləməklə. Və qadağaları da insanın alçaqlıqdan, rəzillikdən qorunması üçündür. Ona görə bütün günah və haram əməllərə baxsan, görəsən orada bir rəzillik var. Amma bütün itaətə baxsan, görərsən ki, orada bir ucalıq və yüksəklik var. Ona görə Allah Taala'nın bütün əmrləri Adəm övladının fəzilətli olması üçündür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bütün əmrləri insanın fəzilətli, hörmətli olması üçündür. Və bütün qadağalar insanın, yəni aşağılıq, rəzillik, yəni sifətinə düşməməsi üçündür. Yəni ona görə qadağan olunub. Ona görə